Salam əziz şagirdlər, indi isə anamla danışmaq istəyirəm mövzusunun ev tapşırıqlarından tanış olaq. Söz boğçasından öyrəndiyiniz sözləri cümlələrdə işlədin. Heyrət, çarəsiz, minnətdarlıq. Seymur heyrət dolu baxışlarla kompüterin ekranına baxırdı. Digər sözləri də siz cümlədə işlədərsiniz. Növbəti tapşırığımız mətnlə bağlı suallara cavab verin. Sualları oxuyuram. Nənə niyə çıxılmaz vəziyyətdə qalmışdı? Seymur anası ilə nə haqda söhbət edirdi? Seymur Rənadan nə xahiş etdi? Rəna Seymura hansı tövsiyələri verdi? İkinci sualı mən cavablandırım. Seymur anası ilə son günlərdə baş verən hadisələrdən, məktəbdə, küçədə, evdə başına gələn maraqlı hadisələrdən danışdı. Növbəti tapşırığımız anamla danışmaq istəyirəm mətninin planını qurun. Birinci plan Seymurun göz yaşı. O hadisəni canlandırın və təsvir edərək plan adını verə bilərdiniz. Növbəti ən sonuncu Rənanın tövsiyəsi. Rəna ona hansı tövsiyələri verdi və həmin hissəyə biz Rənanın tövsiyəsi adı altında plan adı verə bilərik. İkinci, üçüncü bəndlərdə plan adlarını da elə quracaqsınız ki, mətnin əsas hissəsinə uyğun gəlsin. Növbəti tapşırığımız, bəs siz Rənanın yerində olsaydınız, hansı ardıcıllıqla kömək edərdiniz? Yəni, internetə girişi hansı ardıcıllıqla öz dostunuza və ya çıxılmaz vəziyyətdə qalan hansısa qonşunun övladına yaxşılıq etmək məqsədi ilə ona hansı giriş və çıxış nöqtələrini öyrədərdiniz? Hansı xəbərləşmə vasitəsilə? Bunu da qeyd edərsiniz. Müasir xəbərləşmə vasitələrinin adlarını yazmağı unutmayın. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.